Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bakıda yanğın, ölən var. Hadisə 11-11-2025 15-52-510 Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən yanğın nəticəsində bir nəfər ölüb. Ajans AS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyindən əfəyən məlumat verilib. Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m və mətbəxin lambirdən ibarət tavanı 4 m sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.